Ceyhun cari mövsüm Misli Premyer Liqasında ən yaxşı 10 nömrə hansıdır? Başlayaq seçməyə. Ən sevdiyim mövzulardır, başlayaq. Emil Səfərov yoxsa Georgi Papunashvili? Çox maraqlıdır ki, Emil bütün karyerası boyu dayaq zonasında oynayırdı, 6-8 kimi də. Amma Vernidov gələndən sonra onun hücumunu arxasına çəkdi Neftçidə və Emil bu mövqedə parıldadı. Emil Səfərov. Emil Səfərov yoxsa Ceyhun Nuriyev? Emil Səfərov. Emil Səfərov yoxsa Kadi Borges? Düzdür, Kadidir, onun səviyyəsi başqadır. Amma biz bu mövsümki çıxışını nəzərə alaraq Misli Premyer Liqasında Emil Səfərov. Emil Səfərov yoxsa Belko Simic? Sabahın bu ilki uğurlarında, Sabahın zirvəyə qalxmasında 3, bəlkə də 2 futbolçudan biridir. İnanılmaz futbolçudur, möhtəşəm oyunçudur. Veljko Simic. Yox, bəs Belko Simicdən daha yaxşısı var, bəlkə Montiel. Montiel gələndən sonra da məsələn Kadi Borges onun kölgəsində qaldı. Montiel əla futbolçudur. Çempionlar Liqasında da yaxşı oynamışdı. Amma Misli Premyer Liqasındakı çıxışlarını nəzərə alaraq biz Veljko Simic deyirik.